yaddaşına yalnız bir rəhbər kimi deyil, həm də xilaskar kimi həkk olundu. Tarixdə hadisələrin gelişini dəyişən, ona yeni istiqamət verən çox sayıda şəxslər dövlət təhlükəsizliyi orqanlarında leytenant rütbəsində xidmətə başlayır. Azərbaycanın gələcəyi hansı istiqamətdə gedəndə çox yaxşı tərif edirdi. Belə bir sual ortaya çıxır ki, yaxşı Sovetlər dönəmi söktü, dünyada bilən ictimai siyasi proseslərin bir nəticəsiydi. Digər respublikalarda belə deyək, müstəqillik qazandı, vəsait qazandı. Amma Azərbaycanın özünə məxsus bir şəkilləri var ki, Azərbaycan Ukrayna deyildi, Belarus deyildi, Orta Asiya respublikaları deyildi. Azərbaycanın fərqindəydi ki, Azərbaycan çox vacib, strateji bir məkanda yerləşmişdir. Və Azərbaycan həssas bölgə olaraq həm Rusiyanın, həm İranın, həm Qərbin, həm Şərqin diqqət mərkəzində olan bir bölgəydir. Burada digər respublikalarda hədəflənən məqsədlərə çatmaq qeyri-mümkündür. Onun üçün də bu illərin ən böyük siyasəti, ən böyük fəaliyyəti ondan ibarət oldu ki, tədricən zaman-zaman Azərbaycanın müstəqil respublika səviyyəsinə hazır edilir. Heç də təsadüfi deyil ki, bu illərdən söhbət düşəndə bu öndərin müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı kimi xarakteriz edirlər. Burada da heç bir təsadüf yoxdur. Çünki bu öndərlərə pedagojik təsir almışdır. İlla da dövlət rəhbərinin sərəncamında əlində olanlar həqiqətən bu millət yaşayır. Millətin yaşatmağı və ya millətin məhv eləmək əsas amili var. Bir milləti məhv eləmək istəyirsən, onun dili məhv elə, bir milləti qaldırmaq istəyirsənsə, onun dilini qaldırmaq. Bugün, əgər Azərbaycan dili bu qədər təmiz səmanı çəkilmədən deyirəm, bu qədər Türk dünyası Azərbaycan dilinə hətta gələcəkdə ortaq dil kimi baxırlarsa, bunun üçün biz bu qədər iləri bölümlərdə olmalıyıq. Bunun çox güzel Azərbaycan dilidir. Azərbaycan xalqının bütün ənənələrini, fəaliyyətlərini, gənənələrini, keçmişini və gələcəyini çox gözəl bilən bir Azərbaycan dilidir. Heç də təsadüfi deyil ki, Sovet dövlətinin asaraq kəsəkəs vaxtı nə qədər məscidlər dağıldı, nə qədər din xadimləri həbs olundu.